Salam, hər birinizi xoş gördük, xoş gəlmisiniz kanalıma. Ümidvaram ki, yaxşısınız, sıxıntınız, probleminiz yoxdur. Yine həftəlik açılımla qarşınızdayım. Mən sizi videosuz qoya bilməzdim. Düşündüm ki, vaxt tapım sizin üçün həftəlik açılım çəkim. İnşallah ki, gələn həftədə olar. Yəni planım bu yöndədir. Bir problem çıxmasa, bir narahatçılıq və yaxud da ki, olar ki, evdə olmaram. Nəsə belə bir şeyler olsa üzürlü sayın ona göre, ama yani bu həftə çalışdım ki, yani bir şeyler eləməyə çalışdım ki, yani siz həftəlik açılımsız qalmayasınız. Videom sırf izləyicilərimə aiddir. Kənar şəxslər izləməsin. Siz artıq bunu bilirsiniz. Hansı dəstəklə daha çox uyumlanırsınızsa, onu da seçin. Hansı dəstək sizi özünə çağırırsa, yəni siz hiss edirsiniz ki, o dəstədə sizə aid fikirlər var, sözlər var, sizə aid olan necə deyim, duyğu, durum, düşüncələr var. Onu da seçin. Məncə seçmisiniz, kimin üçün vaxt azca videonu saxlaya bilərsiniz. Birinci variantla başlayırıq. Baxmayaraq ki, birinə az düşə bilər, birinə çox düşə bilər kartlarda. Bunun heç bir önəmi yoxdur. Əsas odur ki, siz düzgün variantı seçmək, yəni düzgün variantı seçin də belə. Birinci sıramız bizim iş, pul, maddiyat. İkinci sıramız bizim sevgi hayatımız, şəxsi hayatımız. Ve üçüncü olarak biz baxaq görə həftəmiz hərəkətli olacaq yoxsa yox. Buna baxacağıq. Birinci sırayla başlayırıq. Görək nə çıxır. Aha. Baxın, belə bir şey deyim. Bu həftənin əvvəlində biraz sıxıntı yaşaya bilərsiniz. Biraz problem yaşaya bilərsiniz. Misal üçün, borc verməlisiniz, borc qaytarmalısınız, kredit verməlisiniz. Nəsə bu yöndən biraz sıxıntı yaşaya bilərsiniz. Həftənin ortasına doğru biraz canlanma yaşayacaqsınız. Ya kimsə sizə köməklik eləyə bilər, ya iş tapa da bilərsiniz. Amma burada daha çox iş tapmaqdan başqa savayı kimsə sizə köməklik eləyə bilər. Ailə ola bilər, yaxın bildiyiniz bir insan ola bilər ki, sizə maddi tərəfdən köməklik eləyə bilər. Amma həftənin başında nəsə sizi biraz elə bir ki, sıxıntıda görürəm də. Ya borc qaytarmaqda ola bilər, ya kredit məsələsində ola bilər, ya bundan öncəki həftədə pulunuzun müəyyən bir hissəsini xərcləmisiniz. Amma indi belə deyim də sizə biraz sıxıntı yaşaya bilərsiniz. Amma həftənin ortalarına doğru biraz gözləmədiyiniz anda bir qədər çarkı dönə bilər. Sizə kimsə pul verə bilər və yaxud da ki, nə bilim, nəsə kimsə sizə pul borcludur, onu verə bilər. Nəsə bir döngü olacaq. Dediyim kimi kimsə sizə pul verə bilər, amma həftənin sonlarına yaxın yenə də bir depressiv hal yaşaya bilərsiniz. Yəni biraz sıxıntı yaşaya bilərsiniz. Misal üçün iş yerindən işə CV vermisinizsə, buradan siz xəbər gözləyirsinizsə, xəbər gələcək əslində. Çünki bu kartımız çox qəşəng kartdır. Yəni iş mövzusunda, sevgidə deyə bilmərəm, amma iş mövzusunda çox qəşəng bir kartdır və uğurlu bir kartdır. Ümumiyyətlə belə deyim sizə, uğurlu bir insansınız. Yəni ayağı uğurlu olan insan olur. Bəlkə də siz özünüzə elə hiss edirsiniz ki, mən çox ayağı bəd insanam. Mən hara gedirəmsə, yəni o yer çökə bilər. Belə düşünə bilərsiniz, amma əslində elə deyilsiniz. Uğurlu bir insansınız. Getdiyiniz hər yerdə kiməsə uğur gətirə bilərsiniz. Bəlkə də siz özünüz uğur gətirmirsiniz, amma kiməsə uğur gətirirsiniz. Bu da ola bilər. Amma misal üçün işə CV vermisinizsə, 50-50-yə deyim də, ya %50 düzələ bilər, %50 düzəlməyə bilər. Çünki bu kartların biraz məni tam olaraq qərar verməkdə çətinlik çəkdim. Yəni bu kartlarımız çıxmasaydı, mən deyərdim ki, işdən təklif gözləyirsinizsə, işinizi dəyişməyə gözləyirsinizsə və yaxud nə bilim başqa bir iş gözləyirsinizsə, olacaq. Düzdür, bu baş arkanımızdır, bu da baş arkandır. Yəni ikisi burada biraz çelişir də, türklər demiş. Biraz ona görə sıxıntı %50-50-yə ola bilər.
Ama uğurlu bir insansınız. Bunu yadınızda saxlayın. Yəni siz düşünməyin ki, mən uğursuz bir adamam. Ayağım heç mənə heç şans gətirmir. Bəlkə də deyim dedim, sizə şans gətirmir, amma kiməsə çox şanslı bir insansınız. Yəni bunu bəlkə də sizə deyirlər də. Keçək sevgi həyatımıza. Qəlbi qırılmış bir insan. Aha. Bitmiş bir münasibət ola bilər. Ya var bu, ya da olacaq. Bitib, dalaşmısınız, qırğına çıxmısınız, bir-birinizə ağzınıza gələni demisiniz. Burada biraz xəyanət durumları da ola bilər. Üçüncü bir şəxs də ola bilər. Ya da ki, qəlbiniz qırılıb bu insanla. Bir-birinizə nəyi var, nə gəldi demisiniz bəlkə də. Nə bilim, bitirmisiniz münasibəti, bir də geri dönmərəm deyə düşünürsünüz. Amma burada bir geri dönüş var axı. Düzdür, bu insan düşünür ki, addım atmayım. Yəni tez addım atan bir insanı göstərmir burada. Ya da ki, dediyim kimi, yəni ətrafdakı kartlara görə dəyişir də. Ya da ki, dediyim kimi, çox belə bir-birinizə qarşı çox belə, necə deyim, hədsiz elə ifadələr səsləndirmişsiniz ki, bu insan addım ata bilmir, düşünür hələ. Bu da ola bilər. Ya da ki, bu insan ümumiyyətlə tez addım atan bir insan deyil. Adam var ki, fikirləşmədən, tutaq ki də, yəni addım atmaq istəyir, atacaq. Bu elə bir insan deyil. Ya bunun xarakteri belədir, ya da ki, yenə deyirəm, aranızda olan o söz-söhbətlərə görə, o problemlərə görə addım ata bilmir. Amma birli bir zamanda bu insandan addım gələcək sizə, bəli. Bəlkə də yenə deyirəm, o addım əsnasında siz yenə dalaşacaqsınız, siz yenə bir-birinizə ağzınıza gələni deyəcəksiniz, bəlkə də nə bilim. Çünki burada skandaldır da, yəni elə bir ki, münasibəti tamamilə dağıtmışsınız. Üçüncü bir şəxsə görə də ola bilər, ya şübhələnmisiniz, ya tutmusunuz, ya görmüsünüz, ya keçmişdən, misal üçün kimsə gəlib, siz qısqanclıq eləmişsiniz burada, o da ola bilər. Amma burada konkret olaraq münasibəti bitirirsiniz. Ya bu əvvəllər var idi, indi də davam eləyəcək bu həftə ərzində, ya da ki, yox idisə, ehtiyatlı olun, yəni belə hallarla qarşılaşa bilərsiniz. Zaten yorumlarda da yazırsınız, gözəl fikirləriniz mənim üçün önəmlidir. Belə bir şey bu həftə içində olsa, mütləq formada yazırsınız mənə. Çünki mən yorumları oxuyuram, yenə deyirəm. Sadəcə bildiriş gələndə girirəm, yuxarıdan görürəm, amma girib like edə bilmirəm, sizə cavab verə bilmirəm. Amma yenə də mən sizi çox istəyirəm, bunu bilirsiniz. Nəysə, bu mövzudan kənar idi, yerində dedim. Belə bir halla qarşılaşdığınız anda girirsiniz, yazırsınız ora. Çünki yenə deyirəm, bu əvvəllər də ola bilər. Əvvəldən qaynaqlı bu həftədə ərzində davam eləyəcək. Ya da ki, hər şey okeydir, yaxşıdır. Bu həftə ərzində belə problemlə qarşılaşa bilərsiniz. Belə. Getdi. Baxaq görə həftəmiz hərəkətli olacaq, yoxsa yox. Həftəmiz bilirsiniz necə olacaq? Qorxu ilə keçəcək. Niyə? Səbəb. Biraz da sizin, bilmirəm, ailədən qaynaqlı. Bu sözü səsləndirməyin bəlkə də kiməsə xoş gəlməyə bilər. Psixoloji durumlarınız yerində olmaya bilər. Bəlkə də ailə travması görmüsünüz. Biraz içdən içə, qəlbən qorxularınız var sizin. Bu həftə ərzində bilmirəm, nədənsə qorxa bilərsiniz. Kimsə sizi qorxuda bilər. Ümumiyyətlə, narahat ola bilər. Yəni, narahatçılıqla keçəcək, qorxu ilə keçəcək həftəmiz. İnşallah ki, yaxşı olsun. Bu bir həftəlik bir müddətdir. Bir həftədən sonra təbii ki, dəyişiləcək hər bir şey. Keçdik ikinci varianta. Görək sizi nə gözləyir. Birinci sıramız iş, pul, maddiyat. İkinci sıramız bizim sevgi və şəxsi həyatımız. Və üçüncü olaraq baxaq görə həftəmiz hərəkətli olacaq, yoxsa yox. Aha. Birinci başlayırıq. Kartlar biraz qarışıqdır.
Sən çıxmasan olmaz mıydı? Özgüvənli bir xanım görürəm burada. İş baxımından, ya işsiz, işgüzarsız, ya özünüzə baxımlısınız. İşgüzar olmasaz da belə o görünüş var da sizdə. Necə deyim sizə? O danışığınız ola bilər, özünüzə baxımınız ola bilər, hərəkətləriniz ola bilər, savadınız ola bilər ki, hamı da elə bilir ki, siz zaten iş xanımısınız. Çox gözəl bir şeydir. Yəni bu kart çox qəşəng bir kartdır. Amma bu nədir? Sanki biraz çöküşdəsiz, yəni belə həmişə bəlkə də zirvədə olmusunuz, ya da ki, yəni necə deyim, hamı sizi elə görür. Amma mən də sizi o dərəcədə, yəni belə çox kasıb deyim də, elə bir insan kimi də görmürəm. Amma bu həftə ərzində biraz düşə bilərsiniz, konkret olaraq düşə bilərsiniz. Burada bir algı-satqı işləri də ola bilər. Nəsə ala bilərsiniz, sata bilərsiniz. Çünki burada biraz alma-vermə ola bilər. Ya ev sata bilərsiniz. Satdığınız halda o pul sizə gəlir də, düzdür, aldınız, verdiniz. Ya alma-vermə tarazlığı. Nəsə balaca bir şey də ala bilərsiniz. Məişət əşyası ala bilərsiniz. Evinizə başqa bir əşya ala bilərsiniz. Burada biraz alma-satma, maşın, yəni hansısa bir şeyi almaq da elə bir düşüncəniz də ola bilər. Gələcəyə dair bir planlarınız var bəzi mövzularda. Amma bu həftə ərzində həyata keçəcəkmi? Yox. Amma kiçik elə bir ki, bunu yavaş-yavaş həyata keçirə biləcəksiniz. Söhbət bu həftədən gedirsə, özgüvənli bir xanım var burada. Biraz düşə bilərsiniz maddi tərəfdən və sıxıntı yaşaya bilərsiniz. Alma-satma, nəysə ala bilərsiniz və yaxud da ki, nəysə sata bilərsiniz. Bir də ki, gələcəyə dair, yenə deyirəm, bəzi planlarınız var. Bəlkə də elə bu alma-satma ilə bağlı bəzi planlarınız var ki, kiçik formada bunu həyata keçirdəcək. Məsələn, misal çəkim də, necə misal çəkim ki, kiçik başa düşündə siz nə deməkdir? Tutaq ki, birinci günü kimsə, misal çəkirəm ki, ev satmaqla bağlı kimsə gəldi və siz ümid edirsiniz ki, bu yaxşı olacaq. Üçüncü günü biraz da ümidiniz arta bilər. Məsələn, beşinci günü artıq bunu sata bilər. Yəni kiçik formada ona doğru gedəcəksiniz, başa düşürsünüz. Ya adi bir şey götürün, telefonu almaq. Bu da ki, elə hiss edirsiniz ki, bəlkə də alınmayacaq. Burada biraz ruh düşkünlüyü də var sizdə. Amma əslində özünüzü çox da aşağı çəkən bir insan deyilsiniz. Sadəcə bu həftə ərzində biraz ruh düşkünlüyü və biraz dibə batma kimi bir an yaşaya bilərsiniz. Bu da ki, keçib gedən bir şeydir, keçib gedəcək, narahat olmayın. Bəlkə də bu almaqla bağlı və yaxud da satmaqla bağlı nəsə bir düşüncəniz var ki, düşünürsünüz ki, onu həyata keçirdə bilməyəcəksiniz. Yenə deyirəm, konkret olaraq demirəm ki, bu olacaq, amma kiçik, balaca formada ona doğru gedəcəksiniz. İşdən təklif gözləyənlər, iş yeri ilə bağlı nəsə CV vermisinizsə, hələ ki bu həftə ərzində görmürəm. Yəni siz getməlisiniz ki, burada bu kart bilirsiniz nədir? Yəni sizdən də nəsə çıxmalıdır ki, o şey sizə gəlsin. Alma-vermə tarazlığı, başa düşdünüz? Yəni siz dəfələrlə getməlisiniz ora ki, onlar görsün ki, siz iş istəyirsiniz, tutaq ki, işləməyi həvəslisiniz. Demirəm, yəni belə sırtıq kimi gəlib yapışasınız oradan. Amma yəni tutaq ki, CV yazdım harası, gəlim oturum evdə, mən yadlarına düşəcəm bunların, yəni məni çağıracaqlar. Yəni belə də eləməyin. Çox tez-tez də getməyin, amma belə də, yəni bir dəfə eləyib də, yəni geri durmayın. Yəni azından bu həftə ərzində belə görünür ki, sizdən nəsə çıxmalıdır ki, siz bir şey eləməlisiniz ki, o şey sizə gəlsin. Baxaq görək sevgi həyatımız nə vəziyyətdədir? Bəzilərinizdə gizli münasibət yaşayırsınız. Bunu siz artıq daha yaxşı bilirsiniz. Bu nə deməkdir? Qarşı tərəf evli ola bilər, siz evli ola bilərsiniz. Ümumiyyətlə münasibətiniz sirli və gizlidir. Bundan savayı belə bir tərəfdən də deyim. Ya da ki, bizim münasibətimizdə bir sir var, bir gizlilik var. Burada xəyanət durumları da ola bilər. Var da burada, yalan var, sir var, gizlilik var. Egoist bir insan var qarşınızda. Yenə deyirəm, bu insan evli olma şansı böyükdür. Ya sizdən gizlədir bunu, yəni bilirsiniz necədir. Bax, belə bir şey də deyim. Əgər bu insan sizinlə evlənməyi deyirsə ki, mən səninlə evlənmək istəyirəm, bilin ki, bu yalandır. Azından bu
həftə üçün, yəni yalan deyəcək. Bəlkə də sizi əldə eləmək üçün, bəlkə də yəni barışmaq üçün, bəlkə siz görürsünüz ki, bu insanda ciddiyyət yoxdur və bu insan gəlsə deyir ki, yaxşı olacaq, biz ciddiyyətə daşıyacağıq münasibəti. Bilin ki, bu həftə ərzində azından yalandır bu. Amma bundan savayı mən burada bir sir görürəm də, yəni bir gizlilik gör. Bu sizdə də ola bilər. Bəlkə siz ondan nəsə gizlədirsiniz, düzdür? Nəsə bir şey eləmişsiniz və o insandan gizlə. Harasa getmisiniz, o insan deyib getmə, amma siz getmisiniz. Bu da sirdir, bu da gizlidir. Burada bir yalan var axırı. O insandan sizə qarşı ola bilər, sizdən o insana qarşı ola bilər. Amma hər buna baxmayaraq, siz elə hiss eləyirsiniz ki, o insan da ola bilər. Siz elə hiss eləyirsiniz ki, bu insanı çoxdan tanıyırsınız. Yəni bu insan sizə çox doğma olan bir insandır. Nə bilim, çox istəyirsiniz bu insanı. Yəni sevgi bir yana, bu insana qarşı bir qayğılarınız da var. Yəni bir övlad kimi bəlkə də bu insanı nazı ilə oynayırsınız. Daha çox siz eləyirsiniz bunu. Münasibətiniz əgər danışmırsınızsa, burada egoist bir insandır. Zaten münasibətdə askıya alıb, hələ ki, yəni doğru addım atmağı düşünmür. Amma yəni yenə deyirəm, əgər yoxdursa belə bir şey, bu həftə ərzində ya bu insanı ya siz səhvinə tutacaqsınız, yalanını tutacaqsınız, xəyanətini tuta bilərsiniz, ya da ki, sizdə bir şeylər var, bu insan sizdən bu şeyləri tuta bilər. Demirəm, burada qırğın dava olacaq, yox. Sadəcə olaraq münasibətimiz askıya alınacaq və bu insan bir müddət bəlkə də sizə, azından bu həftə ərzində deyirəm, addım atmayacaqsınız. Ya da ki, siz ola bilər ki, bu insanı nəsə tutdunuz, o insanın qarşı addım atmayacaqsınız, barışmayacaqsınız. Amma aranızda bir doğmalıq var sizin. Var da belə bir hisslər var. Baxaq görək, həftəmiz hərəkətli olacaq, yoxsa yox. Yox, kiçik hərəkət, çox cüzi bir hərəkət ola bilər. Da ki, nəsə bir şey gözləyirsiniz, nə bilim, elə özün gəlib göstərib gedəcək. Tutaq ki də, yəni belə deyim. Çünki bu çox kiçik hərəkətdir və bu necə sizə başa salın. Tılsım kralı da türklər belə deyir. Bu kral deyil, bu pajdır, şeydir, prensdir yəni. Bu çox kiçik addım atır. Yəni bu, düşünün ki, bu işarə çox yavaş hərəkət edən bir işarəni göstərir. Bunun kralı çox yavaş eləyəndə, düşünün ki, bu indi prensdir, balacadır. Bu daha kiçik addım atır da. Yəni sizə görürsünüz, loru dildə başa salmağa çalışıram ki, budur. Yəni çox cüzi bir hərəkət, çox kiçik bir hərəkət olacaq həftəmiz. Yəni çox kiçik hərəkətlərlə olacaq. Belə, keçirik üçüncü varianta. Görək sizi nə gözləyir. Görək sizdə nə olacaq. Birinci sıramız bizim iş, pul, maddiyat. İkinci sıramız bizim sevgi həyatımız. Və baxaq görək həftəmiz hərəkətli olacaqmı? Keçdi birinci. Görək iş, maddiyat nə vəziyyətdədir? Tələbə olma ehtimalınız böyükdür, ya oxuyursunuz hardasa. Niyə sıxılırsınız? Belə bir sıxılırsınız. Mən ikinci ya birinci variantı dediyimə elə bir düşüşdəsiz. Bu o deyil. Sadəcə olaraq nəyisə görə sıxılırsınız. Nəyisə, belə ümidsizlik var sizdə. Düzdə olsa bu var sizdə. Elə bir ki, hiss edirsiniz ki, olmayacaq, alınmayacaq. Burada bu kart məni biraz iş yerində kimlənsə sözləşə bilərsiniz. Kimisə sizə düzgün hərəkət etmədiyini görə bilərsiniz. Səhv bir danışıq ola bilər, səhv bir hərəkət ola bilər sizə qarşı. Bu. Ya da ki, kimsə sizə iş söz veribsə, burada iki şəxs çıxır. Kimsə sizə iş söz veribsə, eləyəcəm deyirsə, aldada bilər sizi. Ya da ki, nə bilim, aldada bilər. Yəni bu kartı mən fırladıram ki, yaxşı bir formasını deyim, aldada bilər sizi. Yaxşı bir insan kimi görə bilərsiniz o insanı, düzgün bir insan kimi, amma aldada bilər sizi. Ehtiyatlı olun yəni bundan. Bəziləriniz ailənizdə baxır, yəni ailədən qaynaqlı, necə deyim,
maddi durumunuz ailədən qaynaqlıdır da, başa düşürsünüz. Amma niyə burada sıxılırsınız, onu biraz çözə bilmədim. Sanki nəysə eləmək istəyirsiniz də. Ya həvəssizsiz, bu da ola bilər. Bu da ola bilər ki, həvəssizsiz elə bir. Nəysə durub eləmək istəyirsiniz, amma həvəssiniz, axutunuz yoxdur. Yəni belə deyim, axutum yoxdur, maraqsızdır, sıxıcıdır. Bəlkə də siz işləyirsiniz, amma iş yeriniz sizə o qədər sıxıcı gəlir ki, yəni. Bəlkə də hər gün eyni şeyləri eləyirsiniz və yorulursunuz, bezirsiniz. Sıxıcı bir insanı göstərir burada, sıxılırsınız, darıxırsınız. Amma yenə deyirəm, bu həftə ərzində kimsə sizə işlə bağlı nəsə söz verərsə, azından bu həftə ərzində o insana inanmayın. Çünki alınmasını da görmürəm. Təəssüflər olsun ki, görmürəm. Və aldana bilərsiniz. Bəlkə də pula aldadar o insan sizi. Nəsə deyər ki, müəyyən qədər pul verişimi düzəldərəm. Qəti bunu eləməyin. Bu həftə ailənizdən yeyin, ailənizdən pul xərcləyin. Çünki burada ya tələbəsiz siz, ya da ki, ailəniz baxır da sizə. Ailə, yəni ya evlisiz, yoldaşınız baxır, ya da ki, ailəniz baxır sizə. Ya da ki, ailə bildiyiniz bir insan baxır. Bu. Belə. Bu da getdi. Baxırıq, bizim sevgi həyatımız nə vəziyyətdədir? Aha. Qorxan bir insan var burada, amma sevilirsiniz. İstəyirsiniz. Bu insan sizə hər tərəfli olaraq bağlıdır. İstəyir sizi, sevir, sizə qarşı duyğusal hissləri var. Sizin də o insana qarşı duyğusal hissləriniz var. Çox ümumiyyətlə ürəyi yumşaq bir insansınız. Əgər amma danışmırsınızsa, iki formasını deyəcəm, danışmırsınızsa, bu insan sizə çox ehtiyacı var. Özünü, yəni sizsiz tək hiss eləyir. Sizə olan sevgisi, sizin ona olan sevginiz, yəni bunların hər birinə ehtiyac duyur bu insan. Gəl ki, indi bir yerdəsinizsə əgər, yəni münasibət normaldırsa, münasibətinizdə çatışmayan çox şeylər var. Okey, sevgi var, amma bəlkə qayğı yoxdur. Bəlkə qayğı var, amma bir-birinizi başa düşmürsünüz. Nə bilim, necə izah eləyim sizə? Yəni, biri var, biri yoxdur da. Yəni, bilmirsiniz, bəlkə də bunu çözməyə çalışırsınız, bəlkə də heç çalışmırsınız. Amma bu insan biraz bu insan biraz işkolik ola bilər, işə önəm vermiş ola bilər, pula önəm vermiş bir insan ola bilər. Amma yəni bəlkə də bu insandan məsələn siz sevgi görürsünüz, amma yetərincə qayğı görmürsünüz işlədiyi üçün. Ya da ki, nə bilim, sizə pul verir, amma sevgisini görə bilmirsiniz. Amma var, burada sevgi var, bağlılıq var, bir-birinizə bir bağlılığınız var. Yəni münasibətiniz çoxdan münasibətlidir, bir bağlılıq var da, aranızda qopa bilmirsiniz. Amma duyğusal hisslər də var burada. Sadəcə olaraq bu insan nədənsə qorxur, çəkinir. Nədən qorxub çəkindiyini artıq siz bilərsiniz. Ya münasibətinizin bilinməsindən, ya nə bilim, sizi itirməyindən, ya nəsə bir şey eləyib ondan qorxur. Nəsə bu insanda bir qorxu deyilən bir şey var. Yenə deyirəm, sizi itirməkdən qorxa bilər. Bəlkə də münasibətiniz dediyim kimi çatışmayan çox şey var. Ayrılmağınızdan qorxur, nə bilim, sizin onu atmağınızdan, onun sizi atmağından, soyumaqdan qorxur, münasibəti, nə bilim, davam eləyə bilməmək, münasibəti daha da irəli apara bilməməkdən qorxa bilər ki, yəni, var da bu insanda bir qorxu var. Ya da ki, nəsə bir şey eləyib, o qorxur ki, bilinər. Bu az hallarda ola bilər, amma buna baxmayaraq münasibətinizdə bir yerdə sizə çatışmayan çox şeyləriniz var, danışmırsınızsa, ehtiyacı var sizə. Və addım təbii ki olacaq, addım sizə tərəf gələcək, bu insan addım atacaq. Bir çox kartım mənə deyir ki, addım atacaq bu insan və 8'li bir zaman ola bilər. Videonu izləyəndən 8 saat sonra ola bilər ki, bu insana sizə addım gələ bilər. Ya da ki, 8'li bir zamanda. Belə. Bu da getdi. Baxaq görə həftəmiz hərəkətli olacaqmı? Həftəmiz bilirsiniz necə olacaq? Ya uzaq bir yola gedəcəksiniz siz. Harası uzaq bir yol, rayona gedə bilərsiniz. Ya da ki, bir şeyin son olmasını gözləyirsiniz. Nəsə var həyatınızda. Bir gözləyirsiniz ki, onun sonu gəlsin. Başa düşdünüz də yəqin nə demək istəyirəm. Tutaq ki, necə izah edeyim sizə? Dava qırğındır.
Belə izah edeyim. Kimin həyatında nə varsa ona uyğun o özünə götürsün. Ta ki dava qırğın var bütün gün həyatınızda. Siz yəni bu şeyin son olmasını görəcəksiniz. Və yaxud da ki, hər şey superdir, yəni qəşəngdir, bunun son olmasını görə bilərsiniz. Yəni burada biraz nəyinsə sonu gələcək də elə bil. Bu müvəqqəti daha, bu daimi deyil. Bu həftə ərzində, yəni bu nəyinsə sonu gələcək elə bil. Nəysə bitə bilər. Yaxşıya doğru da ola bilər. İndi həyatınızda nə baş verir, siz daha yaxşı bilirsiniz. Amma nəyinsə sonu olacaq elə bil. İnşallah ki, tutaq ki, yaxın bildi, nənə, babamız deyək də, yəni daha cavan bir insanlar deməyək. Tutaq ki, nənə, babadır, xəstədir, xəstəliyin sonu gələ bilər. İnşallah ki, inşallah elə bir şeydir. Hə, bu qədər qızlar. Özünüzə yaxşı baxın. Siz çox istəyirəm, bunu bilirsiniz. Hər dəfə də deyirəm. Və siz də fərqindəsiniz bunun. Yorumlar yazırsınız, gözəl yorumlar yazırsınız. Çox sağ olun, əlləriniz var olsun. Öpürəm sizi çoxlu. İnşallah hər birinizə xoş həftə sonları. Həftə sonu izləməyəcəksiniz, yəqin ki, birinci gün izləyəcəksiniz. Ya da ki, bəziləriniz gözləyirsiniz ki, video yüklənsin, girin baxın. Öpürəm əllərinizdən. Yaxşı ki, varsınız, sağ olun.